2002-ci il avqustun 20-sində Gəncədə Gülçöhrə adlı bir qadın işdən evə gəlir. Qapısını açır. O qapısının açıq olacağını təxmin eləmişdi. Amma qapını açdıqdan sonra içəridə bu mənzərəni görəcəyi ağlına gəlmirdi. O qapını açdıqda görür ki, yataq otağında onun çarpayısında bir kişi meyidi var. Kişi meyidinin sinəsinə bıçaqla güclü bir zərbə endirilmişdi. Hər yer qan içində idi və Gülçöhrə də həmin kişini tanıyırdı. Bəs o kim idi? Əri, qardaşı əziz olmadığı halda Gülçöhrənin evində niyə öldürülmüşdü? Bura TV11, adım Sərdar Amindir. Başlayaq. Gəncə şəhərinin Dədə Qorqud küçəsindəki binalarının birində yerləşən mənzildən kişi meyidi aşkarlanır. Gəncə prokurorluğunun böyük müstəntiqi İbrahim Həsənov hadisə yerinə gəlir. Yataqda çılpaq vəziyyətdə üzü üstə uzadılmış mərhumun döşündə bir bıçaq zərbəsi var idi. Zərbənin yuxarıdan aşağı vurulmasından bəlli idi ki, onu elə bu vəziyyətdə uzandığı yerdə vurublar. Müqavimət göstərmədiyindən hiss olunurdu ki, o yatmış, yəni ya yuxuda olmuşdu, ya da öldürüləcəyindən xəbərsiz vəziyyətdə olarkən uzanmış vəziyyətdə vurulmuşdu. Mərhum öldürülmədən əvvəl az miqdarda spirtli içki qəbul eləmişdi. Öldürülənin şəxsiyyəti tezliklə bəlli olur. O Gəncədə mebel mağazasının rəhbəri İlham Məmmədov idi. Mənzilin qonaq otağında yarımçıq şampan, yarımçıq araq, meyvə şirəsi və doğranmış meyvə və şokolad var idi. İlham Məmmədovun işi nəzərə alındıqda ki, o mebel alqı-satqısı ilə məşğul idi, yəni pullu adam idi. Öldürülmə səbəbi kimi onun maddi vəziyyəti ilk olaraq ağla gələ bilərdi. Lakin maraqlısı bu idi ki, öldürülən şəxsin cibindəki pula dəyilməmişdi. Yalnız telefonu götürülmüşdü. Hansı ki, həmin telefonun da qırıqları qanlı bıçaqla yanaşı binanın yaxınlığındakı zibil qabından tapılmışdı. Otaqda xeyli sübut və dəlil saxlanılmışdı. Bəs necə olmuşdu ki, bu qədər açıq bir cinayət 7 il bağlı qalmışdı? Qatil yaxud qatillər kim idi və onlar necə gizlənə bilmişdilər? Onun cibindən pulların götürülməməsindən bir daha qeyd edək ki, bəlli idi ki, öldürülən şəxsin, yəni mərhumun malında heç kimin gözü olmayıb və burada söhbət tamah məqsədi daşıya bilməz. İkinci versiya isə bu ola bilərdi ki, İlhamı Gəncədə rəqabətdə olduğu yaxud da biznes əlaqələrində problem yaşadığı digər imkanlı şəxslər öldürə və öldürdə bilərdi. Lakin baş müstəntiq İbrahim Həsənov elə ilk gündən tamam başqa versiya üzərində durur. O, yaşadığı həyat tərzinə görə öldürülə bilərdi. Çünki İlham Məmmədov düzgün həyat tərzi keçirmirdi. Demək olar ki, tez-tez qadınları müxtəlif vədlərlə aldadırdı. Mərhum sən deməm, insanlara təkcə mebel yox, həm də saxta istək, arzu satırdı. O mebel almaq üçün mağazasına gələn qadınlara endirim, borc və digər jestlər müqabilində onları ələ almağa çalışır, hətta bəzən şantaj eləməkdən də çəkinmirdi. Bu yolla onlarla qadını öz toruna salıb və onlardan istifadə edib, aldadıb. Müstəntiqin bu versiya üzərində durmasına əsas səbəblərdən biri də onun öldürüldüyü, yəni meyidin tapıldığı ev idi. Bu ev Gəncədə artıq bəzi şəxslərə tanış olan bir evdir. Məşhur yeməkxanaların birində işləyən Gülçöhrə Əzizovaya məxsus həmin ev həm də gündüzlər başqa məqsədlə istifadə olunurdu. Ev pullu şəxslərə baha qiymətə saatlıq icarəyə verilirdi. İlham Məmmədov da xüsusi qadınlarla məhz Gülçöhrənin evində görüşürdü. Bəli, indi onun ölümünə səbəb də bu xüsusi qadınlardan biri yaxud da həmin qadının yaxınlarından biri ola bilərdi. Ən azından müstəntiq belə düşünürdü. İlhamın öldürülməsi barədə polisə məlumatı da məhz ev sahibi Gülçöhrə vermişdi. Gülçöhrə İlhamla bir neçə il əvvəl elə mərhuma məxsus mebel mağazasında tanış olmuşdu. Elə İlhamın da ilk qurbanlarından hesab oluna bilərdi. Sadəcə Gülçöhrə İlhamın ona verdiyi vədlərə xilaf çıxmasına rəğmən ondan üz döndərməmiş,
İlhamdan bir tük qoparmağı da qənimət sayaraq yararlanmağa davam eləmişdi. Bugünə qədər Gülçöhrə İlhamı ən azından 10 qadınla öz evində görüşdürmüşdü. Daha doğrusu özü işdə olarkən evin açarını ona vermişdi. Təbii ki, samballı pul müqabilində. İlham da bu kimi görüşlərin birindən əvvəl demişdi ki, o digər qadınlarla başqa yerlərdə, otellərdə və başqa daha rahat məkanlarda görüşür. Gülçöhrənin evi ona yalnız xüsusi vaxtlarda, xüsusi insanlarla görüş zamanı lazım olur ki, əgər bu görüşün üstü açılsa, vəziyyət çox pis olar. Xülasə, son hadisədən şoka düşən Gülçöhrə andaman edir və nə bilirsə hamısını müstəntiqə danışmağa çalışır. Çünki o evə girəndə evində meyit görmüşdü. 2002-ci ilin avqustun 20-sində verdiyi ifadədə deyirdi ki, bir gün əvvəl, ayın 19-u da İlham günortadan sonra onun yanına yeməkxanaya gələr, evin açarını istəyir və bir qadınla görüşəcəyini deyir. Gülçöhrə onu da əlavə edir ki, bu İlhamın onun evində həmin qadınla ikinci görüşü idi. O qadın haqqında danışarkən İlham həm də demişdi ki, bu qadını zülmlə əldə edib. Çox gözəl və biraz da əxlaqlı qadındır. Onunla evlənmək vədi verərək görüşür. Bir müddət sonra ondan uzaqlaşacaq. Məsələ budur ki, həmin qadın da evlidir və 2 uşağı var. Gülçöhrə onların ilk görüşləri zamanı qadını uzaqdan, yeməkxananın pəncərəsindən görür və etiraf edir ki, qadın həqiqətən də çox gözəldir. Onun nişanlarına görə qadın ağbəniz, düz saçlı, uca boylu, qismən dolu bədənli, 25-30 yaşlı bir qadın idi. İndi müstəntiq heç də rahat görünməyən, bəlkə də kimlər üçünsə şəxsi həyat, yaxud kimlər üçünsə qeyri-etik görünən bir siyahı hazırlamalıydı. İlhamın həyatından gəlib keçən qadınların siyahısı. Nə qədər çətin olsa da bu siyahı hazırlanır. Siyahdakı qadınların demək olar ki, hamısı dindirilir. Onlar İlhamla bitmiş və ya davam edən münasibətlərini etiraf edirlər. Lakin həmin gün heç bir qadın İlhamla yaxınlıq etdiklərini demir. Doğrudan da araşdırılarkən bəlli olur ki, həmin qadınların həqiqi alibiləri var. Onlar cinayət baş verən saatda ayrı məkanda olublar. Müstəntiq İlham Məmmədovun həyatından keçən bütün qadınları müəyyən edib danışdırır. Bircə Mətanət Ağayevadan başqa. Məsələ bu idi ki, Mətanət Ağayeva az əvvəl barəsində söz açdığımız ev sahibəsinin gözəlliyindən ağız dolusu danışdığı və İlhamın qətlə yetirildiyi gün onunla görüşdüyü iddia olunan həmin qadın idi. Bir daha qeyd edək ki, o evli idi və 2 uşağı var idi. Ərindən rəsmi boşanmasa da son vaxtlar ondan ayrı yaşayır və son qısa müddət ərzində dəyişdiyi 4 kirayə evin demək olar ki, hər birinin telefonundan İlham Məmmədovla danışılmışdı. Sonuncu və ən ciddi şübhə isə bu idi ki, Mətanət yoxa çıxmışdı. Ən pisi isə bu idi ki, onun Gəncədə qaldığı evdən yoxa çıxması barədə ərinin və əzizlərinin verdiyi ifadələr eyni deyildi. Barəsində ziddiyyətli fikirlər səslənirdi. Biri deyirdi Moskvadadır, biri deyirdi bilmirəm, biri deyirdi bəlkə Bakıdadır. Artıq şübhə ondan ibarət deyildi ki, İlhamı Mətanət öldürüb. Bəlkə də İlhamı öldürən şəxs sonradan Mətanəti də öldürüb, aradan götürüb. Axı o ərli qadın idi. Yəni burada şübhələr haçalanırdı. Bəs şübhələrin həm də bu qədər dəqiq olduğu, yəni Mətanət üzə çıxarsa hər şeyin bəlli olacağı bir zaman, Mətanətin tapılacağından asılı olan bir məsələ niyə 7 il sonra açılır? Baş müstəntiq İbrahim Həsənovun Mətanət Ağayevanın müəyyən edilib istintaqa cəlb olunması barədə Gəncədə hüquq mühafizə orqanlarına mütəmadi göstərişlər verməsinə baxmayaraq qadın tapılmır ki, tapılmır. Baş müstəntiq İbrahim Həsənov illər sonra verdiyi müsahibəsində də etiraf edir ki, bu cinayət hadisəsinin 2002-ci ilin avqustunda baş verib 2009-cu ilin iyununda açılmasına səbəb, yəni 7 il bağlı qalmasına səbəb əməliyyatçıların prokurorluğun baş müstəntiqinin qərarlarını düzgün icra etməməsindən, bəzən isə ümumiyyətlə icra etməməsindən irəli gəlirdi. Beləliklə, bu qətlin icraatı dəfələrlə dayandırılır, yenidən təzələnir. Mətanət Ağayevanın nə ölüsü, nə dirisi tapılmır ki,
tapılmır. Lakin müstəntiq öz üzərində qalan bu cinayət işinin sapını əldən vermir. Fürsət düşdükcə qətlin üstünün açılmasına çalışır. Bəzən də fərdi təşəbbüslərlə çalışır. Belə fürsətlərdən biri də məhz 2009-cu ilin martında həmin zaman Gəncə polis rəisi olan Rasim Musayevin xidməti otağındakı əməliyyat müşavirəsi zamanı baş tutur. Həmin zaman başqa bir cinayət işi ilə bağlı keçirilən müşavirə zamanı baş müstəntiq İbrahim Həsənov həmin vaxt otaqda olan Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəis müavini polis polkovniki Cəfər Fərzəlzadəyə yaxınlaşır. Müşavirədən sonra polkovniklə daha yaxından söhbət edən prokurorluq əməkdaşı keçmiş hadisə ilə bağlı məlumat verir və deyir ki, Mətanət Ağayevanın sağ olması barədə məlumatı var və onun Bakıda yaşadığını ehtimal edir. İbrahim Həsənov Cəfər Fərzəlzadədən bu işə şəxsən diqqət ayırmasını xahiş edir. Bu hadisədən təxminən 2 ay sonra polkovnikdən zəng gəlir. Bəli, uzun illər daşa dönmüş Mətanət tapılır. Bu cinayət işinin donu da beləcə açılır və o saxlanılaraq Gəncəyə gətirilir. Bu 7 il ərzində gizlədiyi, köksündə qubara çevirdiyi hadisəni Mətanət heç hələ dindirilmə başlamadan danışır. Bir növ hadisə danışılmır, onun dilindən tökülür. İlhamı kim, necə, niyə öldürmüşdü? Bunun üçün Mətanət və İlhamın ilk tanışlıqlarına diqqət etməliyik. Mətanət Ağayevanın əri ifadəsində deyir ki, İlhamı əvvəlcə o tanıyıb, yəni əri tanıyıb. 1996-cı ildə İlhamdan mebel alıblar. Daha sonra İlham onların kirayə qaldıqları evə zəng edib, zəngi isə Mətanət götürüb. Əri bu hadisəni biləndə Mətanət deyib ki, çarpayının pulunun qalan qisminə görə zəng eləmişdi. Bundan 2 il sonra isə Mətanət anasının mebelini satmaq üçün İlhama zəng edir. Əri buna görə əsəbləşsə də sonradan unudur. Elə həmin ərəfələrdə də cütdü, yəni Mətanət və əri ayrı yaşamağa başlayır deyə İlhamla Mətanətin münasibətinin olub-olmamasından xəbərsiz qalır. 2002-ci ildə onun ərinə Gəncə prokurorluğundan zəng gələndə isə Mətanət Moskvada, qardaşının yanında olur. Daha sonra isə oradan da çıxıb harasa getdiyi deyilib. Yəni bunu əri ifadəsində bildirir. Bəs Mətanət ifadəsində nə deyirdi? O İlhamı öldürmüşdümü? Öldürmüşdüsə niyə, necə? Mətanət deyir ki, o İlhama anasının xarici mebellərini və öz mebellərini satmaq, aldığı pulu da toplayıb üstünü düzəldərək ev almaq istədiyini deyib. İlham söz verib ki, onun mebelinə müştəri tapacaq. Bir müddət sonra o müştəri tapdığını və onunla birgə Mətanət ilə gələcəyini deyib. Mətanət qapını açanda görüb ki, İlham təkdir. İlham mebeli özünün almaq istədiyini deyib və beləcə içəri daxil olub. Mebelə baxdıqdan sonra Mətanətin əllərindən tutub və deyib ki, onun ev məsələsini də həll edəcək, eyni zamanda bütün maddi problemlərini həll edəcək. Beləcə onların münasibəti başlayır. Daha sonra isə artıq istədiyini alan İlham verdiyi vədə əməl eləmir. Əlavə də ondan istifadə eləməyə, şantaj eləməyə başlayır. Son gündə Gülçöhrənin evinə gələrkən eyni durum davam edir. Deyir ki, sənin səsini yaxınlarına göndərəcəm. Azca yeyib içdikdən sonra İlham yataq otağına keçərək onu çağırır. O da diqqət çəkməmək üçün əvvəlcə soyunur. Sonra masanın üzərinə meyvə doğradıqları bıçağı götürərək var gücü ilə İlhamın ürəyinə zərbə endirir. Bundan sonra onun mobil telefonunu götürərək yolda sındırır. Çünki İlham mütəmadi şəkildə onun səsini yazdığını deyərək şantaj edilmiş. Ardınca isə Mətanət Rusiyaya gedir. Qısa müddət sonra 2003-cü ildə yenidən ölkəyə qayıdır. Maraqlıdır ki, sərhəddə həbs olunmur. Yəni, yəqin ki, axtarışda deyilmiş və yaxud da axtarışa ciddi yanaşılmış. Daha sonra isə o əri ilə münasibətini kəsdiyi halda Gədəbəy də qızlıq soyadını ərinin soyadı ilə əvəz eləyərək yeni şəxsiyyət vəsiqəsi alır və rahat yaşamağa başlayır. Bundan sonra ta o 2008-ci ilə qədər problem yaşamır. 2008-ci ildə
Nəsim Məhkəməsinin qərarı ilə 244.1-ci, yəni əxlaqsız yuvaları təşkil etmə, saxlama maddəsi ilə 1 il islah işləri ilə cəzalandırılır. Sonradan amnistiya qanunu ilə cəzası ləğv olunur. Bir zamanlar əxlaqsızlıq yuvasında həyatı məhv olan Mətanət artıq özü də belə bir yuva təşkil edərək növbəti qurbanlar yetişdirir. Bütün bu hüquqi prosedurlar zamanında Mətanətin kimliyi bilinmir. Yəni, məhkəmədə barəsində hökm verilən şəxsin bir zamanlar qətl törədən, barəsində açılan cinayət işinin Gəncədə toz basmış qovluqlarda qorunan bir şəxs olduğu heç kimin nə ağlına gəlir, nə də işinə, qabağına çıxır. Sonda bir daha qeyd edək ki, müstəntiqin şəxsi qətiyyəti və xahişi sonrası nəhayət ki, 7 illik bir müəmma üzə çıxır və Mətanət Ağayeva 120.1-ci qəsdən adam öldürmə maddəsindən təqsir bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilir. Salamat qalın.